Salam yoldaşlar, mən Fərdəliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə ümumi şəxsli cümlələr haqqında danışacağıq. Ümumi şəxsli cümlələr. Gəlin görək, ümumi şəxsli cümlələr nədir? Yadda saxlayırıq ki, ümumi şəxsli cümlələrdə hərəkət və hökm hamıya aid olur. Hamıya aid olur. Baxın, adı üstündə də ümumi şəxsli cümlə. Yəni, hərəkət və hökm hamıya aid olur və ümumi şəxsli cümlələrdə yadda saxlayırıq. Xəbər əsasında formalaşır. Xəbər əsasında formalaşır. Daha sonra deyə bilərik ki, xəbər əsasında formalaşır və xəbərimiz olmalıdır. İkinci şəxsin təki və ya üçüncü şəxsin cəmində. Daha sonra ümumi şəxsi cümlələrlə bağlı deyə bilərik ki, ümumi şəxsi cümlələr adətən, yəni daha çox ifadə olunur atalar sözləri və məsəllərlə ifadə olunur. Məsələn, bir dənə fikrimizi ümumiləşdirək. Dedik ki, ümumi şəxsi cümlələrdə hərəkət, hökm kimə aid olur? Hamıya aid olur. Xəbər əsasında formalaşır və xəbərimiz elə olur ikinci şəxsin, baxın, təki, üçüncü şəxsin cəmində olur. Və adətən ifadə olunur, dedik ki, atalar sözləri və ya məsəllərlə və ya, bunu bir dənə və ya eləyək. Və ya. Niyə? Çünki ümumi şəxsi cümlələr hər zaman yəni atalar sözü və məsələlərlə ifadə olunmaya da bilər. Yəni, məsələn, indi nümunələr üzərindən baxaq. Deyirəm ki, dostu dar gündə tanıyarlar. Düzdürmü? Tanıyarlar kimi? Dostu. Düzdürmü? Fikir kimə aiddir? Yəni tanıyarlar. Bu fikir ümumi hər kəsə aiddir. Düzdürmü? Və mübtədamız da yoxdur. Demək, hökm, hərəkət kimə aiddir? Hamıya. Hamıya aiddir. Mübtədamız yoxdur. Demək, cümləmiz ümumi şəxsli cümlədir. Daha sonra başqa bir nümunə deyək. Dedi ki, daha çox atalar sözü ilə ifadə olunurdu. Amma hər zamanmı belədir? Təbii ki, xeyr. Məsələn, deyirəm ki, buralarda addımbaşı ilanlara rast gəlirsən. Baxın, rast gəlirsən. Bunun mübtədası sən midir? Xeyr, təbii ki. Təkcə sən buralarda, yəni ilanlara rast gəlmirsən. Fikir burada, hərəkət, hökm hamıya aiddir. Yəni, bura gələn hər kəs ilanlara rast gəlir. Demək, fikir hər kəsə aiddir və cümləmizin mübtədası olmadığına görə mənim bu cümləm də olacaq ümumi şəxsli cümlə. Daha sonra gördük ki, həqiqətən mənim ümumi şəxsli cümləm, yəni burada atalar sözü ilə ifadə olunmadı. Amma daha çox atalar sözü ilə ifadə olunur. Yəni, testlərdə verə bilərlər ki, aşağıdakı verilmiş cümlələrdən biri ümumi şəxsli cümlələrdir. Orada görərsiniz ki, 5 variantın 5-ində də atalar sözü var da. İndi təbii ki, bu 5 dənə variantın 5-i də cavab olası deyil. Onlardan biri olasıdır da, düzdürmü? Demək, orada mübtədası olan atalar sözü var. Məsələn, deyirəm ki, bayaq yazdım ki, dostu dar gündə tanıyarlar. Dar gündə tanıyarlar.
tanıyarlar. Bu ümumi şəxsli cümlə idi də, düzdürmü? Buna dedik ümumi şəxsli cümlə. Çünki mübtədamız yoxdur, hərəkət, hökm hamıya aid. Amma indi baxın, yazıram ki, dost dar gündə tanınar. Dar gündə tanınar. Baxın, tanınar kim? Dost. Atalar sözüdür də, düzdürmü? Ümumi şəxsli cümlədirmi? Təbii ki, xeyr. Niyə? Çünki mənim cümləmin artıq nəyi var? Mübtədası var. Mübtədası varsa bir mənalı olaraq həmin cümlə müəyyən şəxsli nədir? Cümlədir. Aydındır mı? Və yaxud deyirəm ki, qaçanı qovmazlar. Düzdürmü? Xəbərim üçün cəmindədir. Kimi, qaçanı, mübtədam yoxdur. Fikir hamıya aiddir. Artıq olacaq nə? Ümumi şəxsli cümlə. Daha sonra deyirəm ki, daldan atılan daş topuğa dəyər. Topuğa dəyər. Düzdürmü? Dəyər. Nəyə daş? Baxıram ki, mənim cümləm atalar sözüdür. Daldan atılan daş topuğa dəyər. Amma bunun nəyi var? Bu cümlənin mübtədası var. Mən artıq buna ümumi şəxsi cümlə deyə bilmərəm. Aydındır mı? Mən buna ümumi şəxsi cümlə deyə bilmərəm. Niyə? Çünki mübtəda var da. Mübtəda varsa bir mənalı olaraq mənim cümləm artıq müəyyən şəxsli cümlə hesab olunur. Belə, ümumi şəxsi cümlələr haqqında bu qədər və bir məlumat dedim. Yəni, ümumi şəxsi cümlələr daha çox geniş cümlə şəklində olur. Yəni, müxtəsər ümumi şəxsi cümlələr az hallarda işlənir. Adətən, bir daha deyirəm, geniş cümlə şəklində olur. Belə, yoldaşlar bu qədər. Sağ olun.